Bəzən olur ki, məsələn, bel ağrılarının səbəbləri sadəcə bel nahiyəsində yox, məsələn, ayaq nahiyəsindən gəlir. Biz bunu müalicəmizdə bu sistem olaraq tətbiq edirik və hər səfərində bədən vahid bir sistemdir, vahid bir mexanizmdir prinsipindən yanaşırıq pasientə. Çox nadir hallarda belin sadəcə özündə problem olur, amma bu aşağı ətraflar bellə birlikdə çalışdığına görə belin formalaşmasında bunların mütləq rolu var. Ona görə ayaq, topuq tağlarında olan gərginliklər, onların fleksibilliyi, yəni hərəkətliliyi, sağ və sol tərəfdə tam simmetrik olması, ayağı təşkil edən böyük bud əzəllərimizin stabilliyi, bunların keçidlərinin normal olması, uzunluqlarının simmetrik olması bel ağrılarına səbəb ola bilir. Bunun üçün mütləq professional bir yanaşma lazımdır. Mən məsləhət görərdim ki, bir həftədən artıq beldə ağrı varsa, ağrı kəsici qəbul olunmasın. Siz bu hərəkətlə bərabər ağrını yavaş-yavaş bədənə öyrəşdirirsiniz. Yəni, ağrını yaradan bir problem var, amma siz ağrı kəsici istifadə edərək həmin ağrını bədənə deyirsiniz ki, sən sakitləş, belə qalmalısan. Əslində, ağrı bədənin müdafiə refleksi olduğuna görə biz ağrı olan zaman onun səbəbini tapmalıyıq. Ona görə bel ağrılarında ağrı kəsiciləri mən məsləhət görmürəm. Hətta firmalar bəzən gəlirlər ki, bizdə yaxşı ağrı kəsicilər və s. var. Deyirəm, təəssüf ki, mən dərman yazmıram. Biz hər bir insanı fərdi şəkildə analiz edirik. Ayağından düz başına qədər vahid bir sistem dedik, zaten prinsipimiz budur. Ona görə bel ağrılarının bəzən səbəbləri başqa yerdən qaynaqlana bilir.